Özünü cəsarətlə, ləyaqətlə Böyük Füzulinin yadigarı elan edən və bütün yaradıcılığı boyu bu təbirə layiq olduğunu sübut edən bugünkü verilişimizdə elə onun özünün dediyi kimi zamanənin dübarə yetişdirə bilməyəcəyi sənətkarın söz xiridarının vahid dünyasına, vahid poeziya aləminə sizi dəvət edirik. İlqar müəllim, xoş gəlmişsiniz. Biz sizi görməyə çox şadıq. Sizlə davam eləyək. Bilirsiniz, biz məsələn söhbət əsnasında hər bir sahəyə aid edirik ki, bu sözü Allahdan verilən bir insan, pay. Yəni Əliağa Vahiddə bu qəzəliyyat Allahdan verilən bir vergi idi. Maraqlıdır ki, onun dövründə də var idi qəzəl yazanlar, ona qədər də bu janr var idi. Amma Vahidlə sanki bütövləşdi, bitkinləşdi və bir böyük xidməti də ondan ibarət oldu ki, Əliağa Vahidin xalq şeiri janrını məhəlləçilikdən çıxarıb ona ictimai məzmun verdi sanki. İstərdik sizlə davam edək. Vahid qəzəliyyatı həyatını həsr eləyəndə o öncədən bilirdi ki, bu ilə heç nə əldə eləyə bilməyəcək. Yəni o qəzəliyyatın özü o dövrdə o qədər belə deyim də diqqətdən kənarlaşdırılmış, ədəbi mühitin ucqarlarına itələnmiş bir janr idi ki, yəni hesab elə ki, sən indi gənclər əyləşib burada da, hər biri hansısa bir sahə ilə məşğul olmağa çalışır və onun gələcəyini düşünür. Gələcəyi olmayan bir sahəyə hansı birimiz indi özümüzə həsr eləyərdik? Amma Vahid özünü həsr elədi. Və onun adının, o təxəllüsünün o Vahid verilməyi də mənim aləmdə o da bir mistikadır. Niyə? Çünki o təxəllüsün özü sanki onun həyat amalını müəyyənləşdirdi ki, bu yük tək sənin boynuna düşəcək. Və bayaq qeyd elədiniz, başqa yazanlar da var idi. Amma onlar heç biri o yükü çəkmədilər. Yəni həvəskar səviyyədə yazırdılar. Məsəl üçün, çox yaxşı qəzəlləri vardı Süleyman Rüstəmin, çox yaxşı qəzəlləri vardı Mehdi Seyidzadənin. Yəni, amma heç biri Vahid kimi o yükü boynuna çəkib sona qədər aparmaq və özünü yalnız buna həsr eləmək missiyasını aparmadı. Və mən sizə deyim ki, o olur bəzən hansısa bir xət nazikləşir, ip amma qırılmır. Bax, Vahid həmin o nazikləşdiyi dövrdə idi. Və mən düşünürəm ki, Vahidin varlığı, indi biz qəzəldən danışırıq, nə qədər gənc qəzəlxanlarımız var, elə biz özümüz, məclislərimiz, 90-cı illər, 2000-ci illər, bunlar hamısı Vahidə görə idi. Yəni 50-ci, 60-cı illərdə, müharibə dövrü, ondan qabaqki 30-cu illər, həmin dövrlərdə Vahidin yaradıcılığı olmasaydı və Vahidin yaradıcılığı xalqın o bayaq dediyin o ara danışığından qalxıb bir ədəbi dillə xalqın dilini tapmasaydı, sadələşdirməsəydi, mən düşünürəm ki, şimdiyə əruzdan əsər əlamət qalmayacaqdır. Necə ki, başqa bizim şərq ölkələrində qalmayıb. Mən bir dəfə onu xüsusi araşdırdım. Məlum oldu ki, Azərbaycan coğrafiyasına çıxmaq şərti ilə, yəni cənublu, şimallı, əruz ədəbiyyatı nə Orta Asiyada belə bir əhəmiyyətli yer tutur hal-hazırda, nə Türkiyədə, nə başqa ölkələrdə ki, hərçəndə bunların da böyük klassik ədəbiyyatı olub, filan olub, amma bugün demək olar ki, yəni yazılmır. Bizdə amma nə qədər yeni yaradıcı qüvvələr gəlir, həvəs var, şövq var və onların əksəriyyəti də müasir qəzəlin atası sayıla biləcək Vahiddən ruhlanıb gəlirlər. Yəni, onlar Vahidi oxuya-oxuya qəzəli sevirlər. Bayaq Aqil mənə boş-boşuna demədi onu ki, doğrudan da ilk tanışlıq olaraq sən Füzuliyə girəsən, sənə çətin gələcəyi qoyacaqsan qırağa, Seyid Əzim. Yəni, dil fərqi var da, qınamaq olmur insanlar, o ərəb fars ibarələrini bilmirlər. Amma Vahid səni çəkir ardıca. Çəkir və yavaş-yavaş həm özündən keçirdir, həm özünün içindən keçirdir Füzuliyə, Seyid Əzimə filana yaxınlaşdırır və nə qədər mən sizə deyim, bugün qəzəl xiridarı, qəzəl həvəskarı, qəzəl yazan şair varsa, mən 99% bilirəm ki, bunların hər birində birinci Vahiddən başlayıblar, sonra yavaş-yavaş Füzuliyə, Seyid Əzimə filana gediblər. Çünki sən birbaşa oraya gedə bilməzsən, dil maniyyəsi var. O baxımdan doğrudan da unikal bir şəxsiyyətdir, Allah vergisi idi və bu bir ilahi missiya idi. O bütün əzab-əziyyətini, çəkdiyi işgəncələri, tənələri, inanırsınız, mən indi ad çəkməyəcəm, dünən elə Loğman müəllimlə bu barədə oxuyurduk. Bir xalq şairimizin 38-ci ildə Yazıçılar Birliyində çıxışı var idi ki, və stenoqramasını oxuyurduq Loğman müəllimlə dünən bizdə işdə ki, Vahid, keçmiş musavatçı, nə bilim, millətçi düşüncəsi, bizim xalqımızı proletar təfəkkürünə yaxın qoymayan, onu keçmişə, nə bilim, feodal dövründə çəkən filan, az qala güllələmə əmrinə qədər gətirib çıxardır deyə bir nitqi idi. Yazıçılar Birliyində yansısa bir iclas vaxtı deyilmişdi. Yəni o vaxt deyilən. Hə, o vaxt deyilən bir söz. Yəni, bütün bunları Vahid bilirdi ki, bu yolla getsə, bu cür tənqidlərə məruz qalacaq, təzyiqlərə, baskılara. Amma yenə də həmin o ilahi missiya onu sona qədər apardı və sona qədər də o xəttdən çıxmadı. Bəli, doğru. Mən bir söz deyim sizə. Əliağa Vahid satirada, meyxana janrında Molla Nəsrəddin ənənələrinin ən yaxşı davamçısı idi. Molla Nəsrəddin jurnalı, oradakı yazarlar Azərbaycan xalqının
milli oyanışında, mədəni oyanışında hansı rol oynayırdısa, o dövrdə meyxana yolunu tutan hər kəsi demirəm, Vahid kimi ustadların yolu da xalqı ayırtmaq, pis əməldən çəkindirmək, insanların ürəyində o yaşayışı müəyyən çətinliklərlə üzləşən insanlara rəğbət bəsləmək, burada çağırış eləmək Vahidin xidmətlərindəndir. Mən onun bütün külliyatını, çap olan külliyatını Əli Ağa Vahidin oxumuşam, təhlil eləmişəm. Bu yaxında bir daha qayıtdım. Məsələn, gördüm ki, doğrudan da Vahid satira şeirlərində Luqub deyilən bir yəqin bizim ədəbiyyatçılar bilən növ vardır o sahədə. Digər sahələrdə ümumiyyətlə, satiranın digər sahələr. Elə özünü Mirzə Ələkbər Sabirə oxşatma şeirləri var ki, adam məətəl qalır ki... Özü də deyirdi, məsələn, təkcə Füzulinin yox, həm də Sabirin davamçısıyam. Söhbət ondan gedir ki, yəni... Maraqlı bir məsələyə toxundu, meyxana ilə satiranın münasibəti. Bizdə bilirik ki, mətbuat, orqanlar geniş xalqın arasında biraz gec yayıldı da. Yəni əsasən daha çox 2-ci Böyük Vətən müharibəsindən sonra geniş televiziya, radio filan. Amma həmin dövrlərdə ki, mətbuat az tirajdan çıxırdı, savadlı adamlar az idi. Daha çox mərkəzdə yayılırdı. Bu meyxana əhlinin həmin o ictimai mövzularda dediyi meyxanalar, bu həm də o ictimai problemləri xalqın içində yayırdı. Ona görə onlar məqsədli şəkildə bu sahədə üst tuturdular və Vahidin o satiraları dediklərimiz ki var, təvəkkül mənim, əslində tam bir dövrün tələbinə uyğun olan hansısa bir problemlə bağlı bir qafiyə açılırdı bir məclisdə, tədbirdə. Onu deyirdi meyxana kimi Vahid, bədayətən deyirdi. Sonra gəlirdi evə, onu səliqəyə salırdı, biraz yaddaşında qalıb da dedikləri. Tam bir müəyyən artıq şeyləri çıxardırdı. 5-6 bəndlik bir satirik şeir çıxırdı, onu sonra verirdilər mətbuata çap eləməyə. Kirpi jurnalda, başqa yerə. Məsələn, mənim yadımda qalan biri var idi o vaxt. Xanəndələrin qəzəl əzbərdən düzgün ifadə eləyə bilməməyinə qarşı bir tənqidi yazısı var idi. Amma bilirəm ki, o meyxana kimi deyilmişdi hardasa. Deyir, xanəndə sən oğlan, avazın yaxşı avazdır, hərçəndir ki, elmin, biliyün bir qədər azdır. Və sonra o şeirin içində izah edir, gəl filan sözü belə deməzlər, belə deyərlər, filan kəlməni nə bilim belə deyir və görürsən ki, bu konkret olaraq bir problem var və bu problemə həsr olunmuş və problemin izahını göstərən bir şeir var ortalıqda. Ki bu, amma bu bədayətən deyilib ha. Yəni o evdə oturub satirik şeir yazmayıb. Bunlar əksəriyyəti meyxana kimi deyilib, sonra evdə gəlib o səliqəyə salınıb çapa verilən materiallar. Yəni ali bir formaya gətirdi də meyxananı, elə qəzəliyyatın özünü də. Bildiyimiz kimi Əli Ağa Vahid özünə Füzulini ustad bilib də. İndi Füzulinin yazdığı dövrdə onun dili olduqca qəliz idi. Amma ki Əli Ağa Vahid elə yazır ki, dumduru, saf, su kimi axır. Yəni ki, hər söz aydın. Məsələn, baxın, müqayisə eləyək. Füzuli deyir ki, ayinə sevər candan, ruxsarı-i canani. Bir qayətə yetmiş kim, ayrılsa çıxar cani. Fəryadı ki, əks oldu, ol kim görəyim derdim, ayinə-i ruxsarın zülfi pərişani. Yəni ki, bu qəzəli izah eləmək lazımdır. Amma bayaq mən indi onun oxusun rədiflinə yazdığım təxmizdə onun necürünə, deməli, su kimi axır, saf, təmiz. Xanəndələrimiz üçün də oxumaq asan da olur. Müasir dinləyicilər də başa düşürlər qəzəlləri. Xanəndələrin oxuduğu qəzəllərin böyük faizi Əli Ağa Vahidindir. Əli Ağa Vahid 20-ci əsrdə böyük bir yük götürür çiyninə. Yəni, müasir qəzəliyyatı yaradanların, necə deyərlər, önündə getdi. 20-ci əsr qəzəl bayrağını əlində saxladı. Necə ki, Füzuli, ustadımız Füzuli yaşadığı dövrdə o qəzəl bayrağını aldı əlinə, gətirdi bizim dövrümüzə çıxartdı. İndi də hələ ki, onun əlindən o bayrağı alan olmuyor. Bir məqamı xüsusi qeyd edeyim. Bu sadəlik məsələsinə biz çox toxunuruq. Amma hər sadə də yaxşı deyil, onu da nəzərdə saxlayaq. Bax, bizim özümüz yazdığımız dövrlərdə, Arif müəllim də yadındadır, Hacı Aqil də çox bilir o şeyləri ki, çoxlu şairlər vardı ki, deyirdilər, qəzəl çox sadə olmalıdır, hamının dilində filan. Hələ sadə olur. Sadə, amma onlar həm də ucuzlaşdırdılar. Burada bir incə detal var. Sadəlik hələ yaxşı demək deyil. Elə Vahidin özünün dövründə də sadə yazanlar vardı. İndi ad çəkmək istəmirəm, var idi. Amma onların şeirləri buradan qulaq asırdım, buradan yadından çıxırdı.
Deməli, o Aqil mənim əvvəldə dediyi qəzəl var idi. O çox əhəmiyyətli bir şeydir. Niyə? Sadə olmalıdır, amma içinin tutumu olmalıdır, dərinliyi olmalıdır. Bax, buradaydı Fəlsəfəsi Vahidin böyüklüyü. olmalıdır. Bəli, sən böyük fəlsəfələri, böyük fikirləri sadə dillə deyirsən. Bu olur böyük sənət, böyük söz. Yoxsa elə ümumiyyətlə sadə demək, elə hamı sadə yaza bilər də. Nə Yəni olur? ki, dərin mənalı. Eşqin Dərin mənanı sadəyə çevirəsən. Bacardı Əli ağa. Ha, bir daha qəzəl deyim sizə, üzr istəyirəm Buyurun, sizdən. buyurun. 5 beyt. Əziz baba da o vaxt oxuyub onu. 3 dənə Azərbaycan sözü var orada. Hamısı ərəb fars sözlərdir. Hamı başa düşür. Necə olur bu? Eşqin tamam nəşəsi divanəlikdədir. Meyxanənin məlahəti məstanəlikdədir. Cahillər ilə arifin olmaz əlaqəsi. Hal əhlinin təkamülü fərzanəlikdədir. Ləlin xəyalı könlümə dolsa əzəb deyil. Gizlin xəzinənin çoxu viranəlikdədir. Yetməz vəfası axirə namərd olanların. Əyyub. Şəxsin bütün dəyanəti mərdanəlikdədir. Vahid, əgər siz sən... Heç vahid özü Azərbaycan sözü deyil axı. Ərəb sözüdür də, açıq deyək də. Vahid, əgər siz sənətə qiymət verirsə xəlq, şeirin də qədr qiyməti dürdanəlikdədir. Necə oldu? Hamısı ərəb fars sözləridir. Bəs necə olurdu, xalq bunu başa düşürdü, sevirdi. Demək, vahid dilin bu cür istifadə yolunu tapıb. Dildən necə istifadə olunmalıdır? Ərəb fars tərkibli sözlər olmadan bizim qəzəliyyatımız mümkün deyil. Amma baxırsan ona harada işlər. Bir də adam var ki, indi yazanlar var, əruz üzəsində indi yazanlar var. Qəliz cümlələr getdi, göynüsün. Heç kim məsələ başa düşməyir. Əli ağa Vahidin sözündən, onun bizə qoyduğu sərvətdən danışırıq. Bir şair kimi, bir tədqiqatçı kimi sizin fikirləriniz maraqlıdır. O deyilən sözlər, mən də qatılıram onlara, amma hər hansı bir şairin yaradıcılığına müəyyən mənada o öz dövründən baxmaq lazımdır birinci növbədə. Çünki bir sənətkarı yaradan şəraitdir, yaşadığı dövrdür, mühitdir. İndi biz, məsəl üçün, Vahidi təriflədikcə tərifləyək, amma onu vahid eləyən şəxslər var idi. Onu oraya götürüb çıxardan şəxslər var idi. Bu adamlar uzun illər həyatlarını ədəbiyyata həsr eləmişdilər, klassik ədəbiyyata həsr eləmişdilər və elə bir dövr gəldi, çatdı ki, 20-ci əsrin əvvəlində artıq insanlar böyük əksəriyyəti savad aldı, təhsil aldı. Yəni 20-ci əsrin əvvəlindən bu təhsil başladı, insanlar hamısı başladı savadlı olmaq. Əgər o dövrə qədər çox az oxuyan var idisə, xüsusi zümrələr, qruplar var idi ki, onlar qəzəldən, muğamatdan zövq alırdılar. Muğamat və ya şeir, bəli, bunlar elitar sənətlər olub. Yəni, bunlar ümumi xalq üçün deyildi. Bunlar şah saraylarında olub, müəyyən mənada tacirlərin evlərində, malikanələrində və çox nadir hallarda şəhər mühitində olan əsnafın, yəni o dükan sahibləri ki var idi, ya sənətkarlar var idi, onların arasında yayılmışdı. Arif müəllim, sözünüzü kəsməyim. Siz dediniz ki, bayaq onu bu sənətə gətirən adamlar olub. Kimlər idi onlar? Elə ora gələcəkdim ki, o mühiti müəyyən bir dövrü əhatə eləyən hər dövrün özünün şairləri var idi, ya ustadları var idi. Məşəd Azər, Əbdülxaliq Yusif, Məhəmməd Ağa Cürmi, Əbdülxaliq, yenə bir Əbdülxaliq var idi, Cənnəti, bəli. Yəni, o dövrün və o dövrə qədər olan şəxslər ki var idi, bunlar bir-birini ötürmüşdülər. Amma buradan bir xüsusi haşiyə çıxmaq istəyirəm. Hər dövrdə ki, 20-ci əsrin əvvəlində digər şairlərimizə də bunu şamil eləmək olar, hər şairin, ələlxüsus şairin özünün bir ideologiyası var idi. Və ya bir ideologiyaya xidmət eləyirdi. Məsəl üçün, pan-türkizm ideyasına xidmət eləyən şairlərimiz var idi. Ya və yaxud pan-islamizm ya panteizm deyək ona. Dualist düşüncəli, agnostik düşüncəli, hər cür düşüncədə olan, yəni bir-birindən fərqlənən və əsərlərini də o cür yazan şairlər var idi. Klassik ədəbiyyat nəyin üzərində qurulmuşdu? Sufi mədəniyyətinin və yaxud irfani mədəniyyətin, bəli, və bir də Füzuli romantizmi də, yəni bundan o tərəfə keçən olmayıb, heç tarixdə də keçən olmayıb. Nə qədər şair gəlib dünyaya Füzulidən sonra, onlar hamısı Füzulinin kölgəsində qalıblar, bu romantizm mənasında. Vahidin heç bir ideologiyası yox idi. Maraqlı cəhəti budur ki, Vahid heç bir ideologiyanın ardıcılı deyildi. Onunla o xilas da oldu əslində. Hər hansı bir ideologiyanı tutsaydı, məsəl üçün Sovet ideologiyasını tutsaydı, belə məthdolu şeirlər yazsaydı, bəli, onu biz bir Sovet şairi kimi
yadımızda saxlayacaqdı və o uğuru da qazanmayacaqdı. Yaxşı, xalqın içində necə qazandı? Heç kimə tabe olmadı. Onun şeiri Azadəliyə. əbədiyyətə xidmət edir. Onun şeiri o Füzulinin tərcüməsi oldu, başqa cür desək. Bayaq, məsəl üçün, Aqil müəllim dediyi qəzəl, Məhəmməd Füzulinin fərqli-fərqli beytlərində onlar var hamısı. Amma xalq bunları oxuya bilmir. Oxusa da, ələlxüsus 20-ci əsrin əvvəli, ortası, onun tərcüməçi lazım idi. Tərcüməçi də onu tərcümə eləyər. Yenə də onun o neyini verər. Belə də maddi neymət kimi çatdırar bizə, mənəvi neymət kimi deyil. Füzulinin qəzəllərini tərcümə eləyiblər də. Bir kitab tərcümədir fars dilindən. Fars divanı. Bir dənə ya iki dənə qəzəli oxunur onun. Vahid rəhmətli Xaqaninin də bir neçə qəzəlini tərcümə eləmişdir və o qəzəllər dillər əzbəri oldu. Vahid əsl şair olduğuna görə. Xalqa yaxın olub da, xalqdan biri olub deyə. Mən onu xalqa yaxınlıqdan da başqa deyərdim ki, özünün öz tərzi var idi. Şairin istedadının göstəricisi və xanəndələrdə də belədir. Mən məsəl üçün neçə dəfə demişəm, xalq mahnıları var da, bizim xanəndələrimiz gənclər ələlxüsus, onların ya musiqisini dəyişdirir, ya sözünü dəyişdirir, ya ritmini dəyişdirir. Güya bunu özünə məxsus eləyir. Xeyr. O xalq mahnıları onun üçündür ki, sən elə olduğu kimi oxuyasan və öz səsinin qüdrətini qoyasan ortaya. Xanəndələr mənə başa düşür. Öz səsinin şirinliyini qoyasan ortaya. Sənin ifa tərzinlə seçilsin. Və düşünlər ki, filan kəs belə gözəl oxuyur. Daha musiqinin özünü dağıdaraq yox. Vahid də öz şairliyini qoydu o klassik ədəbiyyatın üzərində. O klassik şeir ki, ona ötürülmüşdü əsrlərlə, bir körpü oldu. Baxın, iki cür körpü oldu. Həm bugün əgər klassik ədəbiyyat Bakıda varsa, ələlxüsus Bakıda, buna xüsusi diqqət yetirsinlər bizim tamaşaçılarımız da, bütün o istənməyən, sevilməyən, repressiyaya uğrayan sənətlər adətən əyalətə qaçır. Uzaq, ucqara gedir. Amma klassik ədəbiyyat Bakıda qaldı. Bakıda yaşadı. Bakıda da ötürüldü, inkişaf edildi, bugünə gəldi çıxdı. Ən böyük Əliağa Vahidin Azərbaycan ədəbiyyatı qarşısında onun xidməti, klassik ədəbiyyatı 20-ci əsrin sonunda sönən, ölən ədəbiyyatı heç bir ideologiya xidmət etmədən 21-ci əsrə gətirdi, çıxartdı. Və bir də onun əksi. 21-ci əsrdən bizə, bütün Azərbaycan xalqına, hətta ora qədər deyim ki, müəyyən mənada Türk dünyasına da. Onu da cəsarətlə demək olar. Çünki günlərin birində Orta Asiyada bura gəlib çıxacaq, bu nöqtələrə gəlib çıxacaq ki, öz klassiklərini itiriblər olar. Həm də bizim üçün bugün Füzuliyə, geriyə bir körpü oldu. Yəni, iki körpü rolunu oynadı. Onun sadə dili, şirin Bakı ləhcəsi, sonra özünə məxsus musiqi tərzi, əruz, ritmi, bütün bunlar öz yerində. Amma bu xidmət məxsusi Azərbaycan ədəbiyyatının olmaq xidməti. Son olaraq onu qeyd edeyim ki, Vahidin yaradıcılığının o poetik tapıntıları ki var idi, o poetik tapıntılar öz növbəsində, öz dövründən, öz belə deyim də, mahiyyətinə daha yüksəyə qalxmışdı. Maraqlı bir şey deyim sizə, Vahidi öz dövründə, öz ətrafındakı müasir şairlər geridə qalmışlıqda ittiham edirdilər ki, sən zamanədən geri qalmısan, biz kosmos əsrindəyik, nə bilim, sosializm quruculuğu filan, sən köhnəsən. Amma indi gəlin fikirləşək, həmin dövrdə yenilikçi olan və Vahidi köhnəlikdə ittiham eləyənlərin heç birinin adı yadda qalmayıb. Vahid amma indiyə qədər sevilir. Belə çıxır ki, onda köhnə ilə yeni deyərkən biz müəyyən şeylərdə bir baxış bucağı dəyişir. Yəni bu ilk baxışdan köhnə kimi görünsə, amma 21-ci əsrdə bizim üçün yenə də yenidir. Bu maraqlı paradoks. Halbuki 50 il əvvəl onu köhnəlikdə ittiham edirdilər, geridə qalmışlıqda ittiham edirdilər. İstənilən yolu başlayan, cığırı açan adamlar həmişə daşqalaq olunub. Bu da var. O da var və o baxımdan Vahid mən düşünürəm ki, bundan sonra da o funksiyanı yerinə yetirəcək. Həm muğam sənətimizdə, həm qəzəl şairlərimiz üçün, gənclər ki, bu sahəyə gəlir, onlar üçün və o funksiya mənə görə gəlir ki, nə qədər ki Azərbaycanda əruz var, qəzəl var, nə qədər ki Azərbaycan insanları klassik ədəbiyyata meyillidir, o Vahid fiquru belə deyək, həmişə göz qabağında olacaq Vahid fenomeni, həmişə diqqətlə, yəni öz ətrafındakı o maqnitdən, cazibədən məhrum ola bilməyəcək. Çox sağ olun İlqar müəllim. Təşəkkür edirik sizə. Yadıma düşdü Vahidin daha bir qəzəli deyir ki, gözəl var min sözə məna verir, bir yol sual eylər. Gözəl var bir sözə aciz qalır, 100 min xəyal eylər. Cahanın böylədir övzai, qanuni təbiyyətdir.
ki əvvəl qaldırır əlaya, sonra paymal eylər. İndi təbii ki, burada gözəl xiridarlar, sənətkarlar, şairlər iştirak edirlər. Sadəcə bunu nəyə görə demək istəyirəm, bu gənclərimizə bir daha bilməyənlərə meyxana məsələsini izah eləmək istəyirəm. Mey deyəndə bütün bu ürfan ədəbiyyatı, bütün şairləri ilahi mey nəzərdə tutulub, ilahi mey. Məsəl üçün Xəyyamdan da danışanda hər hansı bir deyirlər ki, belə bir mübahisələr olur ki, hətta görürsən ki, şairlər var, onlar deyir ki, biz deyir, yox, bu həqiqi içib. O deyir, yox, içməyib. Amma həqiqətən də, mən də bunu dəqiqliyini araşdırmışam, burada 100%, yəni məhz ilahi meydən gedir və bunu Məhəmməd Füzuli çox açıq, çox aydın şəkildə deyir. Məhəmməd Füzulinin bir qəzəlində deyir ki, o hüsnün olduqca füzun eşq əhli artıq zar olur, hüsnü nə miqdar olursa eşq ol miqdar olur, cənnət üçün mən edən aşiqləri didar edən, bilməmiş kim cənnəti aşiqlərin didar olur. Və orada deyir ki, zahidi xudbin nə bilsin zövqünü eşq əhlinin, bir əcəb meydir məhəbbət kim içən huşyar olur. Burada Füzuli açıq-aşkar meyin Allahın ilahi meyi oldu. Deyir ki, zahidi xudbin nə bilsin zövqünü eşq əhlinin, bir əcəb meydir məhəbbət kim içən huşyar olur. Allah sevgisindən burada söhbət gedir. Baxın, Quran-ı Kərimdə Ənkəbut surəsi 45-ci ayə var. Deyir ki, zikir məsələsi var, Allahı zikr etmək. Quran oxumaq da zikirdir və bütün ibadətlər İslamın 5 şərti zikirdir. Amma Allahı zikr etmək, Allahın ismi ilə Allah kəlməsini zikr eləmək, Allahı xatırlayaraq ən böyük zikir budur. Və hər Allah kəlməsini deyəndə Allahın qatından rəhm və fəzl nurları insanın qəlbinə daxil olur. Və həmən o mey, Allahın o rəhm və fəzl ki, nurları ki var, Allahın qatından gəlir, insanın qəlbinə daxil olur. Həmən, bax, o ilahi mey odur. Allahın o rəhm və fəzl nurları, ilahi mey odur. Yeri gəlmişkən deyək ki, bütün klassik ədəbiyyatda işlənən mey sözü həm də eyni zamanda ruha işarədir. İnsanın bədəni camdır, yəni qədəh. Mey də ora süzülür. Yəni Allah insana can verir. İndi onu can verəndən sonra bədəni yedirmək üçün, qidalandırmaq üçün müxtəlif nemətlər vardır. Onlardan istifadə edirik. Hamımız zamanı gələn kimi acıyırıq və yeməyi yeyirik. Ruh da acıyır. O ruha verilən qida da həmin o mey sayılır. Yəni ilahi qatlardan insanın mənəviyyatını doyduracaq, insana zövq verəcək, onu yaxşılıqlara aparan, pis əməllərdən çəkindirən, onu özünü zövq əhli eləyən və günlərin bir günündə Əliağa Vahid kimi başqaları üçün zövq hədəfinə çevirən bir qidadır, ruhani qidadır. O ruhani qidanı klassik ədəbiyyatda müxtəlif adlarla işlədiblər. Onlardan biri də meydir. Onu da qeyd edək ki, Allahın qatından insan üçün gələn ruhani qida. Bu mey məsələsinə Əliağa Vahid də toxunub. Biz xərabat əhliyik meyxanələrdən, orada bir şey tutun məni, o söz ona görə deyirəm. Meyxanələrdən çıxmışıq, badələr nuş etmişik, peymanələrdən çıxmışıq. Ateşi qəmdən nə qorxaq kim səməndər xislədik. Şəmlər yandırmışıq, pərvanələrdən çıxmışıq. Bir şuvanın zərrəsindəndir, fəqət rəng göz gəlir. Gözlər ki, hara gəlib çıxır? Zərr aləminə gedir çıxır. Dillə vahidi savadi olmayıb baxır, bir yana qutarmayıb. 4 sinif oxuyub da. Görsən, kes hardan bilirdi bunları? Bir şuvanın zərrəsindəndir, fəqət rəng göz gəlir. Qeyrilər tək məscidi viranələrdən çıxmışıq. Ürək istəyir, məscidə viranə, kimin ixtiyarı var məscidə viranədir? Viranə nəş olur? Məsciddən gözəl yer var? Yox. Amma iş var burada axı. Qeyrilər tək məscidi viranələrdən çıxmışıq. Sonra dalıcan deyir ki, qədri qiymətsiz bizi zənn etmə, vahid arif ol. Pürbəha gəncinəyik viranələrdən çıxmışıq. Demək, oradakı viranə deyir cəmaatı mənə düzgün başa düşməyət. Hələ bilərlər, mən elə məscidə viranə demişəm. Yox. Orada fənafillahdan danışır. Aşıq üçün, arif üçün fərqi yoxdur, bu məsciddir ya meyxanədir. İkisi də fanidir. Mən onu deyirəm də. İnsana qalan bunların içərisindən yığdığıdır.
Hacı Ali, sən onu düz deyirsən, kütülü oxuyur bunu axı. Amma bey sən fənafillah bilir. Vahid oxucunu istiqamətləndirir, çaşmayasan ha. Viranə demişəm məscidə, gör mən bunu nöş demişəm. Qeyrilər tək məscidi viranələrdən çıxmışıq deyir. Dalıyızdan bir dənə də viranə söz. Açır, izah edir. Qədri qiymətsiz bizi zənn etmə Vahid, arif ol. Pürbəha gənciyinəyik viranələrdən çıxmışıq. Çox sağ olun. Çünki xəzinələr viranələrdə olur. Rəhman müəllim, o filmə çəkiləndə necə hisslər keçirirsiniz? Xarici görünüşünüz də bir balaca az çəkirsiz. Növbə çatdı mənə, mən də deyim də ona. Vahidin sözündən deyim, gəlmişəm məclisə mən könlünüzü şad eləyim. Bəli. Nə ki bihudə yerə nalə fəryad eləyim. Bir adam yox ki, sakit otursun, qulaq assın sözümə. Qalmışam mat, məəttəl. Kimə irad eləyim? Yerinə düşdü. Tutalım əsrimizin Həzrəti İsası mənəm. Bu soxa-soxda nə möcüzə icad eləyim? Deyir, gəlməsə üstümə yarım mən öləndən sonra. Tutmaz aram, məzarım mən öləndən sonra. Hansı gül çöhrəni məşhur cahan eyləmədim. Qoy desin şanlı diyarım mən öləndən sonra. Vurğunam sənətə, şeirə və gözəl musiqiyə. Dinlən ey sevgili tarım, mən öləndən sonra. Vahidəm, qaldı sözüm dəhirdə bir dürr kimi. Yaşayar eldə şüarım, mən öləndən sonra. Və maraqlıdır ki, bu məclisi tərənnüm eləyən yenə də Əliağa Vahiddir, onun poeziyasıdır, onun dünyasıdır. Bu yaxında sosial şəbəkədə bir material gördüm mən. Türkiyənin ana yasasında yasa sədri idi deyəsən, oranın Milli Məclisində. Həmin o bayaqki qəzəli demişdi orada. Ki bu soxa-soxda nə möcüzə icad edeyim. Yəni gelib çatıb, Vahid dünyası böyük dünyadır və dünyaya yayılıb. Filmə gəldikdə isə mənim yadıma gəlir Natiq müəllimin işi. O vaxt daha gənc idi, daha cavan idilər. Mən də gənc idim, 30 yaşım vardı. Yəni film elə yarandı ki, biz xalq yazıçısı Elçinin Sahilsiz Gecə Bədi filmini çəkirdik Qala kəndində. Və mən də orada kiçik bir epizoda çəkilirdim, Fayton Çəbülfət. Yəni həmən dövr idi də, 37-ci illərdir. Və 2-3 dənə sözüm vardı orada. Birinci dubl olandan sonra Şahmar müəllim bəkdən qışqırdı ki, Loğman sən böyük aktyorsan. Belə, sonra ikinci dubl, üçüncü dubl. Və o vaxt mən keçmiş Razim Bakıxanovda yaşayırdım. Dedi, gəl aparım səni. Elə evin yanına çatanda qayıt ki, bəs 8-də görüşək də kinostudiyada. Dedi, hə, evə gedim, gəlim, xəstə idi, çox. Ovucla dərman içirdi bu adam. Elə çəkirdi, hə. Sahilsiz gecəni də çəkəndə, ovucla, bax belə. Hə, getdi və dərmanları zadını içdi. 2 saatdan sonra qayıtdı, gəldi və içəri girən kimi elə qayıtdı ki, Loğman, Əliağa Vahid çəkəcəm, sən oynayacaqsın. Bilmiyorum, mən oynaya bilmərəm. Əliağa Vahid aram, mən harra. Oynayarsın. Bax, elə də yarandı o. Bir neçə nəfərə müraciət elədi, ssenarini yazmağa, razılıq vermədilər. Hər şey başqa cür idi. Ki, Əliağa Vahid kimdir ki, onun haqqında kino çəkilsin. Şahmar elə çəkirdi. Filmi işləyənlər elə zülümlə işləyirdilər onu. Gəldi, çıxdı filmin adı, Qəzəlxan. Qəti qoymurdular, qəti imkan vermirdilər. Və gəldi 90-91-ci illərdir də, bu çətin vaxtlardır, komendant saatı filan. Çəkilişləri ümumiyyətlə, massiv yerlərə kütlə, ümumiyyətlə qoymurdular. Bakı cəmaatı bunu bilirdi. Kənarda dayanırdılar onların komendantın avtomatikləri filanları. Biz kadr çəkirdik. Əlbəttə, film elə çəkilirdi. Yəni, çox ağır və çətin gedirdi. Bəli, elə şəraitdir. Plyonka tapılmırdı, çox böyük zülümlə çəkilirdi bu. Yəni, Şahmar Rəkbərov, Allah rəhmət eləsin, öz dostları, filmə kömək edən insanlar, yaxşı insanlar pul qoydular, o filmi çəkdilər. Film çəkildi 2 il yarıma təxminən belə. Biz hara gedirdiksə çəkilişə, hansı obyektə, hansı məkana hamı kömək edirdi. Ki, Vahid haqqındadır, hamı kömək edirdi. Və film bax, belə yarandı. Gəncədə yaxşı bir dostum var. Canlara dəyən oğlandı o. Məni oğlunun toyuna çağırır. O, 1-2 günlük gedək də bu Bakının hispasından uzaqlaşaq da. Ciyərlərimizi təmiz hava dəysin. Alə, Gəncə toyu ələ düşən şey deyil. Balam, Gəncə toylarındakı meyxana dəbdöyü sən oraya çağırırlar. Hayat ona. Ağa, deyirəm, kişi ilə dostluq. Oğluna toy eləyir. Məni də qonaq çağırır.
mən də səni bir ağıllı başlı adam bilib, özümə qoşub, adamlar arasında çıxartmaq istəyirəm də. Ha, başa düşdün? Filmdə həddindən çox aktyor var idi və onlarla paralel bizim böyük sənətkarlarımız vardı. Yəni Əliağa Vahid haqqında film çəkiləndə istər aktyor heyəti, istər texniki heyət, istər bütöv kinostudiya və çəkdiyimiz bayaq dediyim məkanlar. Hamı istəyirdi ki, film yaxşı olsun, film uğurlu olsun. Amma bəs sizin ruh halınız necə idi o filmi çəkəndə? Bilirsiniz necədir? Mən 30-31 yaşım vardı o vaxt. Belə. Və yenə deyirəm, dövr zaman ki var, o təsir edə bilir. İncəsənət adamlarına çox güclü təsir edir və incəsənət işçilər o həssas olurlar. Və həmin o 90-cı illərdə 20 yanvar hadisələri olub, 88-dən inqilablar başlayıb və Vahid poeziyası nə idi? Açıq-aşkar. Açıq demək, açıq demək, açıq demək. Və təbii ki, böyük kömək olmuşdu mənə və bütöv filmə həddindən çox. Mən aylarla evində idim, hələ çəkilişlərə qədər. Məmməd Nuroğlu, Maşdağada. Bəli, onun araşdırmacısı. Onun bütün kitablarını çap edirəm. Bəli, özü ən çətin dövrdə. Həmişə. O onu araşdırdı və yazdı. Bəli, Məmməd mənim həddindən çox kömək elədi. Yasaq değildi, amma ki mənfi baxırdılar. Bax, hə. Yəni, tam Vahid heç vaxt yasaq olmadı. Çünki 3 dildə adam yazırdı. 3 dildə. Yəni o dil deyirəm bunu incəsənətin dilindən demək istəyirəm. Bir məsəl üçün şeirində deyir: "Dila minnət çəkincə sən vəfasız aşinalərdən, yaxınlaş dərgah-i haqqə, uzaqlaş bivəfalərdən. Ayaq tutduqca var qaç, hər dəni xislətlə yar olma, sədaqət, mərhəmət umma bu məsləksiz gədalərdən. Hər ahu gözlünün zəncir zülfün mişq zənn etmə, əsiri olmamış cəhd et, qutar canın xətalərdən. Xətadır indi hər naəhlə dil vermək, rəfiq olmaq, gədalıqdır dəyanət gözləmək bu bi-ədalərdən. Əgər cənnət ola aləm səfa-vü zövqüdən vahid, bizi tale ayırmaz bir zaman möhnət səralərdən." Bu bir dil idi. Baxın, içində nə qədər üsyan var. Bir başqa dilində bir aşiqdir və Füzuli aşiqidir. Füzuli məşhur bir qəzəlinə onun təxmisi var. Təxmis beşləmə deməkdir. Bir şairin 2 misrasının üzərinə 3 misra qoyursan. Görün necə yazır. Füzulinin dili qəlizdir. Həyatı aşiqin eşq olmasa, əfsanə bir xülya. Məhəbbətdir fəqət pəcmürdələr qəlbin edər əhya. Məni aşiq doğub. Qoynunda yalnız bəsləmiş dünya, mənə manəndi bir divanı surət bağlamaz. Güya qələm sındırdı təsvirim çəkəndən sonra nəqqaşım. Bu irfanidir. Füzuli deyir ki, Allah Teala ki insanı yaratdı, o ki nə qalmışdı yerdə ye, rəssamlar onu yaxşı rəngləri istifadə edib, rəng nədən istifadə olub, o qədər istifadə olunub da əsər çəkilib. Bu palitranın üstündə qalıb axı. Deyir Allah Teala qoymadı orada rəng qalsın. Bütün rəngləri çəkdi mənim üstümə, insanın üstündə yəni. Və insan başladı, pis də oldu, yaxşı da oldu, orta da oldu. Yəni həm ifratını, həm təfritini. Bu ikinci mərhələsi. Üçüncü dili də budur onun. Hər kim məhəbbət əhlini salmış əziyyətə, var bircə qarğışım ona, düşsün məhəbbətə. İndi sonuna bax, sağlıqda çox dedim sənə, incitmə Vahidi. Biçarə həsrətim də sənin getdi rəhmətə. Yəni, bu xalqın dilidir. Bu hamının bildiyi dilidir. Bax, evində, eşiyində dil bilməyən, bilmirəm, savadı olmayan, bunu eşiləndə ki, biçarə həsrətin də sənin getdi rəhmətə, ya hər kim məhəbbət əhlini salmış əziyyətə, hamı başa düşür. Vahid 3 təbəqəyə müraciət eləyə bilirdi və 20-ci əsrdə. Bəli, Doğan müəllim, davam eləyək, Doğan müəllimlə davam eləyək, dinləyək onu. Hə, Nailə xanım, çox böyük kömək oldu bizim film çəkiləndə rəhmətlik Ramizin, Əliağa Vahidin oğlunun, qızı Firəngizin, Allah canını sağ eləsin. Çox köməkləri oldu, çox kömək oldu Vaqif Səmədoğlunun. Filmdə redaksiya işlərinə baxırdı Orxan Fikrətoğlu dostumuz. Amma o qəzəllərə, meyxana hissələrinə Vaqif Səmədoğlu çox kömək elədi. Bala Sadıq vardı şair. Bunlar bəli, çox, həddindən çox kömək elədilər. Və film getdi Daşkənddə keçirilən Afrika, Asiya, Latın Amerikası kino festivalında, beynəlxalq festivalında. Ən ləyaqətli yerlərdən birini götürdü. Və orada təkcə filmdən getmirdi söhbət, həm də Əliağa Vahid olan diqqəti idi. Və filmin premyerasında Natiq müəllimin yaratdığı heykəllə başlayır film. Sarayda oldu, Heydər Əliyev sarayında. Təbii ki, Şahmar müəllim də, filmi çəkənlər, işləyənlər
Hamı böyük həyəcan içindeydi. Çünki Əliağa Vahidi tanıyanlar, yazıçılar, şairlər, onu görənlər sağdır. Və həssas dövrdür axı, 91-92-ci illərdir. Və film çıxartmalısan özü Əliağa Vahidi. Və sarayda premyerada çox həyəcan keçirdirdik ki, nə ola bilər? Bakı balaca şəhər, dövr başqa dövr, həssas dövrdür. Film əgər uğursuz olsa, deməli bu adam yoxdur ümumiyyətlə. Sənin nə ixtiyarın var, sən filmi korlayasan? Və yaxud Şahmar müəllim. Və birinci kadr onunla başladı ki, rəhmətli Nizamigil meyxana deyirlər və ekranda həmən o görünür heykəl və başlayır fırlanmağa. Gildən. Və o fırlanır. Elə bir tam fırlanır və orada qəzəl gedir. Və onda zal durdu əl çalmağa. Onda biz başa düşdük ki, film tutdu. Çünki Əliağa Vahid elə bir dərya, elə bir dünyadır ki, Ələkbərov Şahmar da çalışdı, onu itirməsin, onu saxlasın. İstər danışıqda, istər diyaloglarda, hamısı qoyuldu yerinə olar. Və onunla da film uğur qazandı. Və bugün filmin 35 yaşı var, öz pasportu var, bir cavan oğlan da yaşayır, yəqin həmişə də yaşayacaq. Sağ olun, Loğman Çox bəy. gözəl. Mən yenə də verilişin əvvəlində və sonunda yenə yada salmaq istəyirəm Vahidin 100 illiyini. Ulu öndərimiz o tədbirdə iştirak eləyirdi. Orada bilirsiniz nə dedi? Dedi ki, xoşbəxtlik nədir? Xoşbəxtlik o demək deyil ki, insan necə yaşayır. Xoşbəxtlik odur ki, 70 yaşında vəfat edib, ondan sonra 30 ildə yaşayır, onda 30 il idi və onun ömrü əbədi olacaq. Xoşbəxtlik budur. Elə Vahidin özü demişkən, bu fəxirdir ki, mənə Vahid, xalq şairiyəm. Böyük Füzulilərin xaki payinin biriyəm. Həmişə mən varam aləmdə, ölmərəm Vahid. Əsər ki qaldı cahanda, o ölməmək kimidir. Güzel. Bir də elə Vahidin öz kəlmələrindən çıxış eləsək, deyərdim, əhli qələm Vahid əff edərsə məni, böyük Füzulimizin yadigarı mən özüməm. Vahid yaşayacaq, Vahid daim var olacaq. Azərbaycan ədəbiyyatı olduqca böyük Əliağa irsi hər zaman qəlbimizdə, ürəyimizdədir. Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsi, 20-ci əsrin məşhur qəzəlxan şairi, əməkdar incəsənət xadimi Əliağa Vahid. İskəndərov Əliağa Məmmədquluoğlu 1895-ci ildə Bakıda dünyaya gəlib. 2 ilə yaxın mədrəsədə oxusa da, ehtiyac üzündən təhsilini yarımçıq qoyan Əliağa sonradan xarratlıqla məşğul olur. Mütaliəsi və şeirə olan marağı ilə erkən yaşlarından ədəbi məclislərdə iştirak edərək hər zaman hazır cavablığı ilə seçilir. Və şeir gecələrinin birində Mirzə Əbdülxaliq gənc Əliağaya sən bu təbirlə Vahidsən deyib ona Vahid ləqəbini verir. Vahid dövrünün bir sıra şairlərinin təsiri ilə lirik şeirlər yazmağa başlayır. 1914 bu aralarda mən şeiri başlamışam. Azər onlara tapşırdı ki, bu Şadan Müqət olmuş şeir zad yazdı, bırakın bunu çap eləyin. Mən də söyündüm. Getdim evimizə. O qafiyədə bir şeir yazdım İqbal qəzetində. Çox keçmir, Əliağa Vahid satirik şeirlərində dövrünün nöqsanlarını, mövhumatı ifşa edərək xalq sevgisi qazanır. Haqsızlıqlara etiraz edən şairin şeirlərinin əsas mövzusu maarifə çağırış, cahilliyə və zülmə etiraz idi. 1920-ci illərdə Vahid yaradıcılığının yeni dövrü başlayır. Füzuli ənənələrinin davamçısı olan şair təkcə Füzulinin deyil, Nizami, Xaqani, Nəvai və başqa şairlərin qəzəllərini Azərbaycan dilinə tərcümə edir. Sərt satiralarla əsasən Molla Nəsrəddin jurnalında, ömrünün sonuna kimi isə Kirpi jurnalında dərc olunan Əliağa Vahid 20-ci əsr qəzəlində və Türk əruzunda elə adı kimi Vahid olmağı bacarır. Bilməm bu nazənin kimin istəyliyarıdır? Ya hansı bəxtiyarlərin bəxtiyarıdır? Açdıqca gül cəmalini ellər fərəhlənir. Güya gözəllik aləminin nobaharıdır. Dünya bu nazənin mələkin həsrətin çəkir. Xəlqin sevimli afeti həm şəhriyarıdır. Yüz dəfə yansaq, eşq oduna qorxu bilmərik.
Çünkü diyarımız bizim odlar diyarıdır. Poeziyamızda özünə xas ahəngi ilə fərqlənən Vahid qəzəlləri hər zaman sadəliyi, xərqiliyi və ahəngdarlığı ilə seçilir. Əliyağa Vahidin qoşmaları, mahnıları, təxmisləri, deyişmələri, müxtəlif məzmunlu şeirləri ayrıca tədqiqat mövzusudur desək, yanılmarıq. Əsasən Qəzəlxan şair kimi tanınan şairin sözlərinə yazılan mahnılar isə görkəmli xanəndələrin ifasında mühüm yer tutub. Gözəllərin gözü sən, zülfüqara bir dənəsən, gül üzlü nazlı sənəmlər düşər qədəmlərinə. Əliyağa Vahidin Azərbaycanı tərənnüm edən Vətən yaxşıdır şeirinə bəstələnən Xudayar təsnifi isə 2020-ci ildə 44 günlük Vətən müharibəsində torpaqlarımızın azad olunması uğrunda döyüşən igidlərimizin dilində ölməzlik qazandı.